Ələt-Astara İran İslam Respublikası Dövlət Sərhədi avtomobil yolunun 31-ci kilometrliyindən başlayaraq Astara şəhərinə də inşa olunan yeni yolun uzunluğu 174 kilometrdir. Layihə çərçivəsində yeni yol 1B texniki dərəcəyə uyğun olaraq inşa olunur. Yol 2 gediş və 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarətdir. Hər bir zolağın eni 3,75 metr olmaqla yolun hərəkət hissəsinin eni 15 metrdir. Hər iki istiqamət üzrə çiyinlərin eni isə 3,75 metr, ayrıcı zolaq da 4 metr olmaqla yol yatağının eni 26,5 metr təşkil edir. Asfalt beton örtük 27 sm olmaqla yol geyiminin qalınlığı 1 metr 12 sm-dir. Sözgedən avtomobil yolu bir neçə hissə üzrə inşa olunur. Bu, Yenikənd, Salyan, Şorsulu, Şorsulu Cəllabad, Cəllabad Masallı və Masallı Astara hissələridir. Yuxarıda sadalanan hissələr üzrə 30,1 kilometrlik Şorsulu Cəllabad hissəsi istisna olmaqla tikinti işləri tam olaraq bu ilin sonu gələn ilin əvvəllərində yekunlaşdırılacaq. Bu hissələr üzrə yerinə yetirilmiş iş həcmi ümumilikdə 90% təşkil edir. Yolun 80,6-110,7 kilometrlik hissəsini əhatə edən Şorsulu Cəllabad hissəsində tikinti işlərinə ötən il başlanılıb və 2019-cu ildə yekunlaşdırılması nəzərdə tutulub. Bu hissədə faktiki tərəqqi 50%-dir. Yeni Ələt-Astara avtomobil yolunun tikintisi layihəsi çərçivəsində yol boyu 692 ədəd dairəvi və düzbucaqlı su keçidinin, 69 yeraltı keçidin, 47 körpünün və 3 qovşağın tikintisi nəzərdə tutulub ki, sadalanan əksər mühəndisi qurğu artıq tikilərək istifadəyə tam hazır vəziyyətə gətirilib. Hal-hazırda Yenikənd, Salyan, Şorsulu, Cəllabad Masallı və Masallı Astara hissələri üzrə son tamamlanma işləri həyata keçirilir. Daha dəqiq desək, yolun Yenikənd, Salyan, Şorsulu hissəsində asfalt beton örtüyünün döşənməsi, boruların uzadılması və yamaclarının dəmir betonla bərkidilməsi, alt keçidlərinin əks dolğusu, yamaclarda münbit torpağın verilməsi və ayrıcı zolaqda dəmir beton bariyerlərin qoyulması işləri aparılır. Cəllabad Masallı və Masallı Astara hissələrində isə asfalt beton örtüyünün son qatının döşənməsi, körpülərdə tamamlanma, boruların tikintisi və mühafizəsi, çəpər çəkmə və bariyerlərin qoyulması, yolun işıqlandırılması işləri görülür. Sadalanan işlər bitdikdən sonra yolun nişanlanması və işarələnməsi işlərinə başlanılacaq. Bütün işlər tərtib olunmuş qrafika uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla Azəravtoyol Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazım sayda qüvvə cəlb olunub. Qeyd edək ki, hazırda mövcud olan Ələt-Astara İran İslam Respublikası ilə Dövlət Sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 km təşkil edir. İnşası aparılan yeni yol istifadəyə verildikdə isə bu məsafə 38 km qısalaraq 205 km olacaq. Böyük əhəmiyyətə malik Ələt-Astara avtomobil yolunun tikintisi turizmin və kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq. Bundan başqa şimaldan cənuba doğru və əksinə avtomobil yük daşımaları dəhlizinin əsas elementlərindən biri olan avtomobil yolu ilə daşımaların daha rahat şəkildə həyata keçirilməsi mümkün olacaq. Bu amil isə yük daşımaların həcminin artmasına gətirib çıxaracaq.